Herkese salam. Yeni bir dersə xoş gəlmisiniz. Bugün sizə Qrammatik Aktiv kitabının 7-ci leksiyonunu izah edirəm. Keçən dərslərimizdə olduğu kimi mən sizə ilk olaraq qrammatik hissəni izah edirəm. 7-ci leksiyon 6 çalışmadan ibarətdir. Hər çalışmadan 1-2 örnək başa salıram. Daha sonra siz videonu dayandırırsınız. Çalışmaları başa düşdüyünüz şəkildə işləyirsiniz. Daha sonra kitabın arxasında cavabları var. Oradan yoxlayarsınız. Əgər səhvsiz yazmısınızsa əla, demək ki, düzgün başa düşmüsünüz. Yox, müəyyən qədər səhvlər olarsa, onu da videoya sona qədər izləyirsiniz. Çünki axıra qədər bütün çalışmaları izah edəcəm. İlkin olaraq baxırıq ki, 7-ci leksiyon trennbare verben, yəni ayrıla bilən ön şəkilçilər mövzusundan söhbət gedir bizim 7-ci dərsimizdə. Əgər ilk dəfə siz bu haqda eşidirsinizsə, bu biraz sizin üçün maraqlı ola bilər ki, ayrıla bilən ön şəkilçili feillər nə deməkdir? Alman dilində feillər, hansı ki düzəltmə feillər, ön şəkilçilər vasitəsilə düzəlir və elə feillər var ki, hansı ki düzəltmə feillər, onlar cümlədə şəxslərə görə təsrifləndirəndə ayrılmayan ön şəkilçili feil olduğu üçün təsriflənmir, ayrılmır. Ancaq elə şəkilçilər var ki, elə feillər var ki, düzəltmə feillər var ki, onları biz indiki zamanda və sadə keçmiş zamanda şəxslərə görə təsrifləndirəndə mütləq şəkildə ön şəkilçidən ayırırıq. Belə ki, feilin kökü şəxsə görə təsriflənərək, əgər sadə nəqli cümlədirsə, ikinci yerdə gələrək şəxsə görə təsriflənir və ön şəkilçimiz gedir cümlənin sonuna. Yox, əgər cümləmiz modal feillərlə işlənən bir cümlədirsə, ondan sonra təbii ki, perfektədirsə, perfekt yəni mürəkkəb keçmiş zaman formasındadır, həm perfekt, həm plusquamperfekt, gələcək zaman formasındadır və budaq cümlələrdir. Bu zaman ön şəkilçi feildən ayrılmır, belə bitişik şəkildə yazılır. Bu mövzumuzda biz sadəcə ayrıla bilən ön şəkilçili feilləri öyrənirik. Bir də bu mövzu haqqında 52-ci leksiyonda dərsə izah olunur. Amma mən indi sizə ayrılmayan ön şəkilçili feillərdən də nümunə deyərəm ki, sizin üçün qaranlıq qalan bir məqam olmasın. Deməli, görürsünüz, burada misal üçün nədir? Qayçı şəklidir və başlığa baxırıq. Ich kaufe im Supermarkt ein. Mən supermarketdə bazarlıq edirəm. Baxırıq ki, kaufen ikinci yerdə gələrək şəxsə görə təsriflənib və cümlənin sonunda ein var. Niyə? Çünki ayrıla bilən ön şəkilçili feillərdir. Burada trennbare prefiksi, yəni ayrıla bilən prefiks, ön şəkilçilər verilib, hansılardır? Ab, an, auf, aus, ein, fern, her, mit, statt, teil, vor, weg, weiter, zu, zurecht, zurück və zusammen. Bu şəkilçilər nədir? Ayrıla bilən ön şəkilçili feillər. Ayrıla bilən ön şəkilçili feillərdə vurğu hər zaman şəkilçi üzərinə düşür. Yox, ayrıla bilməyən ön şəkilçili feillərdə isə şəkilçi vurğu qəbul etmir, feil kökünə düşür. Deməli, bunlar oldu trennbare prefiksi. Biz baxırıq untrennbare prefiksi. Yəni ayrıla bilməyən ön şəkilçilər hansılardır? BG, fer, ter, ent, və mis. Deməli, bu şəkilçilər ayrıla bilməyən ön şəkilçilərdir. Məsələn, bunlar əzbərləsəz, artıq yerdə qalanlar bilirik ki, ayrıla bilən ön şəkilçilərdir. BG, fertier, və yaxud da fertier,
and, miss. Bunlar ayrılmayan ön şəkilçilərdir. İndi birazdan nümunələrə baxarıq. Bunlar isə txenbağ prefiksi əzbərləyə bilirsinizsə, bunlar da yəni əzbərləyə bilərsiniz. Elə bir çətin deyil, yəni yadda qalandır. Ayrıla bilən ön şəkilçilər. Deməli, məsələn, burada göstərirlər ki, einkaufen qayçıb, yəni nədir? Kəsir, ayırır, ayrılır. Kaufen feilinin özü nədir? Almaq. Ancaq einkaufen bazarlıq etmək kimi istifadə olunur. Deməli, əziz tələbələr, məsəl üçün gehen feili var, abgehen var, angehen var, ausgehen var və s. Bu feillərin hamısı getmək kimi tərcümə olunmur. Hər ön şəkilçi ilə istifadə olunan feilin mənası fərqli olur. Məsələn, elə einkaufen. Nə idi? Kaufen almaq idi. Einkaufen oldu bazarlıq etmək. İndi biz indiki zamanda şəxsə görə təsrifləndirəndə birinci bitişik formasına baxaq. Einkaufen. Bu feilimiz bu formada olur. Biz einkaufen feilini indiki zamanda şəxsə görə təsrifləndirəndə bu ein hissə ayrılır, gedir cümlənin sonuna, kaufen hissəsi isə sadə nəqli cümləsi ikinci yerdə gələrək nə edir? Şəxsə görə təsriflənir. Ich kaufe ein. Mən bazarlıq edirəm. Ich kaufe im Supermarkt ein. Mən supermarketdə bazarlıq edirəm. Ich kaufe heute im Supermarkt ein. Mən bugün supermarketdə alışveriş edirəm. Görürsünüz, kaufen ikinci yerdədir. Ein isə cümlənin sonundadır. Yəni, feil kökü ilə feil şəkilçisi arasına istənilən qədər söz daxil ola bilər. Feil ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Mütləq şəkildə ayrılan ön şəkilçili feildirsə, ön şəkilçi gedir cümlənin sonuna. Görürsünüz, ich kaufe im Supermarkt ein. Mən supermarketdə alışveriş edirəm. Yəni, Azərbaycan dilində belə bir mövzu olmadığına görə bu biraz bizə şaşqınlıq yarada bilər. Amma ki, gördüyünüz kimi, Alman dilində belə bir mövzu var və biz bu mövzunu nə etməliyik? Öyrənməliyik, mənimsəməliyik. Nə oldu? Ayrıla bilən ön şəkilçilər. Və modal verben und trennbare verben. Yəni, əgər modal feillər varsa, onda necə olur cümləmiz? Bu zaman bizim elə bildiyimiz kimi modal feil ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Bizim feilimiz nədirsə, istəyir ayrılan ön şəkilçili feil, istəyir sadə feillər, istəyir mürəkkəb feillər, fərqi yoxdur. Cümlənin sonunda məsdər formada gəlir, şəxsə görə təsriflənən modal feillərdə yalnız modal feillər olur. Feilimiz məsdər formada cümlənin sonunda gəlir. Ich muss morgen einkaufen. Mən sabah alışveriş etməliyəm. Malı məli. Alışveriş etmək einkaufen. Baxırıq. Trennbare Verben im Nebensatz. Aha, deməli ayrıla bilən feillər budaq cümlədə. Ich gehe jetzt ins Bett. Mən indi yatmağa gedirəm. Weil ich morgens immer schon um 6 Uhr aufstehe. Çünki mən səhərlər həmişə saat 6-da oyanıram. Burada verilən nümunə aufstehen. Oyanmaq feilidir. Biz cümlədə şəxsə görə təsrifləndirəndə auf'u ayırırıq. Misal üçün desək ki, sadəcə ich stehe um 8 Uhr auf. Mən saat 6-da oyanıram. Bu cür olur. Amma ki, budaq cümlə olduğuna görə burada while, çünki bağlayıcısı işlənib və çünki bağlayıcısı söz sırasına təsir edən bir bağlayıcı olduğuna görə feilin təsriflənən hissəsi həmişə cümlənin sonuna keçir və xüsusən də ayrıla bilən ön şəkilçili feildirsə, bayaq qeyd etdiyim kimi bitişik formada gələrək cümlənin sonunda gəlir və birinci şəxsin təkinə görə təsriflənib. Weil ich morgens immer schon um 6 Uhr aufstehe.
Çünki mən səhərlər həmişə saat 6-da oyanıram. Yəni nebensatz budaq cümlələrdə nə edirik? Feili ön şəkilçidən ayırmırıq. Bitişik formada şəxsə görə təsrifləndiririk. Ola bilər söz sırasına təsir etməyən bağlayıcı olarsa, bu zaman artıq nə edirik? Olduğu qaydada təsrifləndiririk. İndi ayrıla bilməyən ön şəkilçili feillərə nümunə deyək və yenə də qarşılıqlı şəkildə müqayisə edək. Deməli, gördüyünüz kimi, indi burada 1 və 2 dənə nümunə var. Birinci ayrıla bilən feilə, misal, fern bayaq qeyd etdik ki, ayrıla bilən ön şəkilçidir. Fernsehen feili nədir? Televizora baxmaq. Deyirik ki, ich sehe mit meinen Kindern fern. Mən uşaqlarımla televizora baxıram. Fern'i nə etdik? Ayrılan ön şəkilçili olduğuna görə feil kökündən ayrılaraq keçdi cümlənin sonuna. Feil kökü zeyn isə ikinci yerdə gələrək şəxsə görə təsrifləndi. Birinci şəxsin təkinə görə. Ich sehe mit meinen Kindern fern. Mən uşaqlarımla televizora baxıram. İkinci nümunəmizdə isə ayrıla bilməyən. Məsələn, B bayaq qeyd etdik ki, nədir? Ayrıla bilməyən ön şəkilçili feildir. Yəni, bu formada biz cümlədə şəxsə görə təsrifləndirməliyik. 5-deyin. Deyirik ki, meine Familie besteht aus 5 Personen. Mənim ailəm 5 nəfərdən ibarətdir. 5-deyin ibarət olmaq kimi tərcümə olunur. Aus. Ausla işləndikdə. Meine Familie besteht aus 5 Personen. Mənim ailəm 5 nəfərdən ibarətdir. Deməli, biz düzəltmə feilləri ayrıla bilən və ayrıla bilməyən ön şəkilçilər vasitəsilə düzəldirik. Ayrıla bilən ön şəkilçili feillərdə şəkilçi feildən ayrılaraq keçir cümlənin sonuna. Feil kökü isə şəxsə görə təsriflənərək ikinci yerdə gəlir. Ayrıla bilməyən ön şəkilçili feillərdə isə heç bir dəyişiklik baş vermir. Yəni, bizim feilimiz olduğu kimi qalır. Birinci çalışmada deyir ki, lesen die Verben laut. Feilləri ucadan oxuyun. Der Akzent ist auf dem Präfix. Burada görürsünüz, aufstehen, einladen, einkaufen, abfahren, ankommen, umsteigen, aufhören, zu machen, mitkommen feillər verilib, hansı ki, ayrıla bilən ön şəkilçilərə aid feillərdir, düzəltmə feillərdir. Təbii ki, keçən dərslərimizdə qeyd etdiyimiz kimi ilkin olaraq çalışmalara göz gəzdiririk. Əgər bilmədiyimiz sözlər varsa, ilkin olaraq onları öyrənirik, daha sonra çalışmalara keçirik ki, işlədiyimiz çalışmaların çox səhvlik olmasın. Və əgər istəsəniz, təbii ki, bu feillərin hər birinin tərcüməsini bildikdən sonra, yəni bir feil olaraq öyrəndikdən sonra şəxslərə görə indiki zamanda təsrifləndirə bilərsiniz. Misal üçün, aufstehen, oyanmaq, yuxudan qalxmaq. Başlayırıq bunu indiki zamanda şəxslərə görə təsdiqləndiririk. Mən yuxudan oyanıram, sən yuxudan oyanırsan, o yuxudan oyanır, biz yuxudan oyanırıq, siz yuxudan oyanırsınız və onlar yuxudan oyanırlar. Bu formada hər feili bir-bir məşğələ eləyə bilərsiniz. İkinci çalışmamız Der Arbeitstag fängt an. Görürsünüz, artıq burada da nədir? Ayrıla bilən ön şəkilçili feildir. Ergänzende die Verben feillər tamamlayın. İş günü başlayır. Boşluqlar verilib və bizə feillər verilib. Nə etməliyik? Şəxsə görə oxuyub, təsrifləndirib yazmalıyıq. Mən sizə bir dənə nümunə izah edirəm. Yerdə qalanlarını siz yazmalısınız və mütləq şəkildə bilmədiyiniz sözlər varsa öyrənin. Birinci, einsteigen feilidir. Bu feil minmək kimi tərcümə olunur, yəni nəqliyyata. İndi baxırıq ki, bizə
cümlə verilib və 2 dənə boşluq qoyulub. Yəni bu o deməkdir ki, görürsüz hər feildə də qayçı işarəsi var. Yəni biz ayırmalıyıq. Zaten bu mövzumuz bizim sadəcə sırf ayrıla bilən ön şəkilli feillər aid. Yəni buradakı çalışmaların hər biri ayrıla bilən ön şəkilli feillərdir. Mən əlavə olaraq sizə ayrıla bilməyən ön şəkilli feilləri izah etdim. Əgər sizi karıxdırarsa, o zaman o mövzunu kənara qoyursunuz. Yəni ayrılmayanları yox, əsas olaraq fokuslanacağınız isə ayrıla bilən ön şəkilli feillər olur. İndi nə edirdik? Einsteigen feilində aynı atırıq cümlənin sonuna. Gördünüz, getdi sonuna. Qalır feil kökü. Feil kökü nədir? Steigen. Və Steigen feilini nə edirik? Baxırıq, cümlədə ilk var. Deməli, birinci şəxsin təkinə görə təsrifləndiririk və Steigen. Ich steige an der Station Westend in die U6. Nə deyir? Mən Westend stansiyasında U6-ya minirəm. Yəni, burada nəqliyyat növünü artıq nəzərə çatdırır. Einsteigen nəqliyyata minmək. Baxın, beləcə yerdə qalanlarını siz işləyirsiniz, şəxslərə görə təsrifləndirib yazırsınız. Üçüncü çalışmada mein Tag, mənim günüm, schreiben Sie Sätze, cümlələri yazın. 6 dənə cümlə verilib. Görürsünüz, hər biri fərqli yerlərdədir. Biz nə etməliyik? Verilən sözlərdən cümlə yazmalıyıq, yəni düzgün söz sırasını bilməliyik. Feillərə diqqət yetirməliyik. Cümlədə misal üçün modal feil işlənib, işlənməyib diqqət yetirək. Məsələn, birinci nümunəni elə veriblər. Məsələn, aufstehen müssen ich immer 6 Uhr. Nə deyir ki? Aufstehen, oyanmaq, məluməli, mən həmişə saat 6-da. Azərbaycan dilində deyirik ki, mən həmişə saat 6-da oyanmalıyam. Ich muss immer 6 Uhr aufstehen. Mən həmişə saat 6-da oyanmalıyam. Aufstehen ayrılan şəkilli feildir, amma musa görə nə etdik? İnfinitiv, yəni məstər formada cümlənin sonunda gəldi. Baxın, ich stehe 7 Uhr auf. Mən saat 7-də oyanıram. Ich muss vor der Arbeit einkaufen, weil ich erst 20 Uhr zurückkomme. Mən işdən öncə alış-veriş etməliyəm, çünki mən saat 8-də geri qayıdıram. Zurückkommen, geri qayıtmaq. Görürsünüz, while Nebensatz budaq cümlə olduğuna görə ayrıla bilən ön şəkilli feilimiz bitişik formada cümlənin sonunda gəldi. Birinci şəxsin təkinə görə təsrifləndi. Eynən 2, 3, 4, 5, 6-da bu formada yazmalısınız. Əgər modal feil yoxdursa, ayrıla bilən ön şəkilli feilimizi ikinci yerdə şəxsə görə təsrifləndirib yazırsınız. Yox, cümlədə modal feil varsa, modal feil ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Feilimiz isə məstər formada cümlənin sonunda gəlir. Məsələn, 6-cı cümləmiz sual cümləsidir. Ona görə və möhtəni görürük. Deməli, möhtən modal feili birinci yerdə gələrək şəxsə görə təsriflənəcək. Mitkommen isə olduğu kimi cümlənin sonunda gəlməlidir. Daha sonra 4-cü çalışmada deyir ki, unser nächster Urlaub, bizim növbəti tətilimiz, məzuniyyətimiz, ergänzen Sie die Verben, feilləri tamamlayın. Baxırıq, bizə cədvəldə feillər verilib. Anfangen, einladen, mitnehmen, mitkommen, abfahren, zurückfahren, abholen, ankommen və umsteigen. Biz bu feillərin mütləq şəkildə tərcüməsini artıq bilməliyik ki, buna məcburuq bu çalışmada. Biz bu sözləri oxuyaraq tərcümə edək, mənasını başa düşək və bu feillərdən hansı biri bu boşluqlara uyğun gəlirsə, uyğunlaşdırıb şəxsə görə təsrifləndirib yazmalıyıq.
Məsələn, einladen feilini artıq birinci cümlədə istifadə ediblər. Gəlin cümləyə baxaq. Meine Freundin wohnt an der Nordsee und sie lädt mich ein. Mənim rəfiqəm Şimal dənizi sahilində yaşayır və məni dəvət edir. Einladen feili nə idi? Dəvət etmək. Görürsünüz, artıq bu cümlənin mənasına einladen, dəvət etmək feili uyğun gəlir. İndi davam edirik. Meine Kinder boşluq, auch həmçinin boşluq. Deməli, təbii ki, bu feillərin görürsünüz, hər biri ayrılan ön şəkilli feil olduğuna görə cümlənin sonlarında nə var? Boşluq var ki, biz ön şəkilini ayırıb bu sonluqlarda yazmalıyıq. İndi burada baxırıq ki, deyir, mənim uşaqlarım da həmçinin nə edə bilər? Anfangen başlamaq yox. Mitnehmen özü ilə götürmək uyğun gəlir, bəli. Mitkommen bizimlə gəlmək, yəni özümüzlə götürmək, bu ikisindən biri uyğun gəlir. Abfahren yola düşmək, mən uşaqlarımla yola düşürəm, yəni hələ ki mətnin davamı olduğu üçün biz diqqət yetirməliyik. Zurückfahren geri qayıtmaq, abholen qarşılamaq, gəlib, yəni kimsə misal üçün vağzaldan götürmək, qarşılamaq, ankommen gəlib çatmaq, umsteigen isə nəqliyyatı dəyişmək kimi tərcümə olunur. Görürsünüz, artıq bu feillərin mən mənalarını bilirəm və mətnə baxdıqda o mətnə o feilləri uyğunlaşdıra bilirəm. Çünki niyə? Feillərin mənasını bilirəm və sözlərə də baxdıqda elə bil ki, puzzle'dır. Sadəcə tamamlamaq lazımdır. Məsəl üçün, ola bilər ki, bura hansısa feili qoya bilmədiniz. O zaman keçin növbəti cümləyə. Onu yazdınız, birini yazdınız, üçünü yazdınız, ən sona illaki bir ikisi qalar. O zaman o feillərlə uyğunlaşdıra bilərsiniz. Yəni, bu sadəcə bir alternativdir. Yox. Həmən an yazmaq istəyirsinizsə, o zaman nə etməlisiniz? Artıq bunu başa düşməlisiniz. Və deyirik ki, mənim, yəni burada artıq uyğun gələn mitkommen bizimlə gəlir. Uşaqlar da həmçinin bizimlə gəlir. Uşaqlarım da bizimlə gəlir. O zaman deyirik ki, mitkommen feilində mit gəlir cümlənin sonuna. Kommen feili kinder, uşaqlarım cəmdə olduğuna görə elə kommen olaraq da qalır. Meine Kinder kommen auch mit. Uşaqlarım da həmçinin mənimlə gəlir. Daha sonra baxırıq ki, die Ferien nə deməkdir? Tətil. Am Montag birinci gün, bazar ertəsi, nə artıq bilmirik. Aber wir, amma biz, schon artıq, am Freitag beşinci gün, cümlə bitdi. Tətil birinci gün başlayır. Deməli nədir? Uyğun gələ bilər. Mitnehmen özü ilə götürmək yox. Mitkommen yazdığımıza görə üstünə xətt çəkirik. Abfahren yola düşmək. Tətil yola düşür, yox. Zurückfahren geri qayıdır, yox. Gəlib qarşılayır, yox. Ankommen gəlib çatmaq olur, yox. Umsteigen minik dəyişmə yox. Deməli uyğun gələn nədir? Anfangen. Və an gedir cümlənin sonuna. Fangen die Ferien. Cəmdə olduğuna görə deyirik ki, die Ferien fangen am Montag an. Aber wir schon am Freitag boşluq. Anfangen də getdi. Və beləcə yerdə qalanları siz tamamlayın. İndi baxırıq 5-ci çalışmaya. Hausarbeit, ev işləri, ergänzen Sie die Verben, feilləri tamamlayın. Və qeyd olunub ki, 5-ci, 6-cı çalışmamız A2 səviyyəli bir çalışmadır. Yuxarıda olduğu kimi burada da cədvəl içərisində feillər verilib. Mütləq şəkildə bu feilləri bilmirsinizsə öyrənin. Daha sonra gəlin rahatlıqla çalışmanı işləyin. Deməli, yenə bayaqki olduğu kimi biz sözlərin mənalarını bilməliyik və mətni oxuyub, tərcümə edib, uyğunlaşdırmalıyıq. İndi aufstehen feilini nə ediblər?
istifadə ediblər. Baxaq cümləmizə. Jeden Morgen muss ich früh aufstehen. Hər səhər mən erkən oyanmalıyam. Deməli, müssen, mal-məlif modal feil olduğuna görə aufstehen ayrılan ön şəkilli feilimiz məstər formada cümlənin sonunda gəlib. İndi baxırıq ki, jeden Tag ich das Frühstück gördünüz ayrılan ön şəkilli feil, virgül, danach ayrıla bilən ön şəkilli feil und ayrıla bilən ön şəkilli feil, die Waschmaschine cümləmiz bitdi. Nə deyir? Vorbereiten hazırlamaq. Yəni, məsələn, Frühstück vorbereiten səhər yeməyi hazırlamaq. Bəli, bu istifadə olunan feildir. Ona görə biz vorbereiten feilini for ayrılır, cümlənin sonuna gedir. Bereiten hissəsi isə birinci şəxsin təkinə görə təsriflənir. Jeden Tag bereite ich das Frühstück vor. Hər gün mən səhər yeməyi hazırlayıram. Danach, bundan sonra, ich das Geschirr, mən qabları nə edə bilərəm? Əlbəttə ki, yuyuram. Yumaq feili də abwaschen feilidir. Deyirik, ab gedir cümlənin sonuna. Waschen hissəsi isə birinci şəxsin təkinə görə təsriflənir. Danach wasche ich das Geschirr ab. Sonra mən qabları yuyuram. Und die Waschmaschine və paltar yuyanı anmachen feili bura uyğun gəlir. Waschmaschine anmachen, paltar yuyanı işə salmaq, yəni qoşmaq, yandırmaq. An gedir cümlənin sonuna. Machen də yenə işə görə təsriflənir. Mache die Waschmaschine an. Və bu qaydada əziz tələbələr feilləri oxuyursunuz. Bir-bir lap feilləri qoyun. Baxın görün hansı uyğun gəlirsə mütləq şəkildə şəxslərə görə təsrifləndirib yazın. 6-cı çalışmaya baxırıq. Im büro, büroda schreiben Sie Sätze cümlələri yazın. Burada 1-dən 3 nümunə kimi veriblər. Mən sadəcə bunu izah edərəm sizə. Yerdə qalanlarını siz özünüz yazacaqsınız. 9 dənə cümlədir. Birinci cümlədə baxırıq. Anschalten feilimiz budur. Den Computer ich 8 Uhr. Kompüteri mən saat 8-də. Deməli, anschalten feili necə tərcümə olunur? Yandırmaq. Və baxırıq ki, əgər cümləmiz əks söz sıralı cümlədirsə, 8 Uhr schalte ich den Computer an. Saat 8-də mən kompüteri yandırıram. Gördüyünüz kimi anschalten. An ayrıldı, gəldi cümlənin sonuna. Schalten feili isə birinci şəxsin təkinə görə təsrifləndi. İkinci cümlədə belə olacaq. 3-də anrufen plus schreiben müssen. Görürsünüz. Yəni 2 dənə feil var. Anrufen, zəng vurmaq feili. Schreiben müssen, yazmaq, yazmalıyıq. Deməli, indi baxaq cümlədə. 9 Uhr, saat 9-da. Ich, mən, Kunden, müştərilər. Und E-mails və e-mails. 9 Uhr rufe ich Kunden an. Saat 9-da mən müştərilərə zəng edirəm. Und muss və mən nə etməliyəm? E-mails schreiben yazmaq feili. Bu sadə feildir. Und muss e-mails schreiben və mən e-mailları yazmalıyım. Bu formada ayrıla bilən ön şəkilli feillərə diqqət yetirin. Cümlədə modal feil işləmiş, ona diqqət yetirin. Sual sözsüz sual cümləsidir və yaxud sual cümlələrdir. Diqqət yetirin. Yazın. Sizə uğurlar. Yazıb bitirdikdən sonra isə cavabları yoxlaya bilərsiniz. İndi isə ikinci çalışmadan başlayırıq tamamlamağa. An der Station Hauptwache ich und nehme die U1. Deməli, umsteigen feilinin birinci şəxsin təkinə görə təsrifləndirib deyirik ki, steige
Hauptwache stansiyasında nəqliyyat dəyişirəm. Görürsüz, umsteigen dəyişmək və U1-ə nə edir? Minir. Üçüncü cümlədə aussteigen nədir? Düşmək feilidir. Am Südbahnhof ich steige ich aus. Südbahnhofda nə edirəm? Düşürəm. 4-də ankommen gəlib çatmaq. Pünktlich 8 Uhr. Ich komme ich im Büro an. Saat 8-də mən büroya çatıram. Ofisə çatıram. 5-də aufmachen. Es ist sehr warm. Çox istidir. Ich mache das Fenster auf. Mən pəncərəni açıram. Reinkommen, içəri gəlmək. Meine Kollege, üçüncü şəxsin təkindədir. Kommt rein und sagt. Mənim iş yoldaşım içəri gəlir və deyir. Es ist kalt hier, bura soyuqdur. Zieh doch das Fenster. Pəncərəni bağlayın. Machen Sie doch das Fenster zu. Zumachen, örtmək, bağlamaq. Bu əmr cümləsidir. Ona görə feilimiz birinci yerdə gəlib şəxsə görə təsriflənib. Növbəti dərsimiz isə əmr mövzusu olacaq. 8-də yenə zumachen, bağlamaq, örtmək. Ich mache das Fenster wieder zu. Mən pəncərəni yenidən bağlayıram. Und anfangen. Und fange mit der Arbeit an. Və işə başlayıram. Pəncərəni bağlayıram və işə başlayıram. Gördüyünüz kimi ikinci çalışmamız bitdi. Deməli, üçüncü çalışmada nə idi? Bizə cümlələr verilmişdi və biz bu cümlələri şəxslərə görə təsrifləndirib yazmalıydıq. İkinci cümləmiz belə olacaq ki, Ich fange 37 Uhr mit der Arbeit an. Mən 8-in yarısı işə başlayıram. Anfangen ayrıla bilən öşə keçdi feilimiz. Nə etdik? An keçdi cümlənin sonuna. Fangen isə birinci şəxsin təkinə görə təsrifləndi. Üçüncü nümunədə einkaufen bazarlıq etmək feili idi. Ein ayrıldı, gəldi cümlənin sonuna. Kaufen hissəsi isə şəxsə görə təsrifləndi. Ich kaufe am Montag nach der Arbeit ein. Mən birinci gün işdən sonra bazarlıq edirəm. Dördüncü cümlədə Ich komme am Abend 19 Uhr nach Hause zurück. Feilimiz zurückkommen, geri qayıtmaq feili idi. Zurück nə etdi? Feil kökündən ayrılaraq keçdi cümlənin sonuna. Kommen hissəsi birinci şəxsin təkinə görə təsrifləndi. Mən axşam saat 7-də evə geri qayıdıram. Beşinci cümləmiz Ich möchte heute ausgehen. Mən bugün gəzməyə getmək istərdim. Ausgehen bir mənası gəzməyə getmək, şəhərə çıxmaq kimi tərcümə olunur. Möchten olduğuna görə, modal feili olduğuna görə elə bitişik formada cümlənin sonunda gəldi. Yəni məsdər formada. 6-cı cümləmiz sual sözü, sual cümləsi olduğuna görə və modal feilindən istifadə olunduğuna görə möchtest du mitkommen, mənimlə gəlmək istəyirsən. Mitkommen birlikdə gəlmək və möchten işləndiyinə görə nə etdik? Məsdər formada cümlənin sonunda yazdıq. Daha sonra bu variantı biz əks söz sıra formada da deyə bilərdik. Belə ki, əgər cümlədə zaman zərfi varsa, o zaman birinci yerdə gəlir, feilimiz ikinci yerdə gəlir. Şəxsə görə təsriflənir, modal feil isə feildən sonra gəlir. Məsəl üçün, ikinci cümləni 37 Uhr fange ich mit der Arbeit an. Saat 8-in yarısı mən işə başlayıram. Am Montag kaufe ich nach der Arbeit ein. Birinci gün mən işdən sonra alışveriş edirəm. Dördüncü cümlədə am Abend 19 Uhr komme ich nach Hause zurück. Axşam saat 7-də mən evə geri qayıdıram. Beşinci cümlədə heute möchte ich ausgehen. Bugün mən gəzməyə getmək istəyirəm. Şəhərə çıxmaq istəyirəm. Yəni bu formada da yazsaz,
Hər ikisi doğrudur. Biri sadəcə düzgün söz sıralı cümlədir. Yəni mübtəda, xəbər ikinci dərəcəli üzvlər gəlir. Əks söz sıralı cümlə sırasında isə birinci yerdə ikinci dərəcəli üzv, ikinci yerdə gördüyünüz kimi xəbər, üçüncü yerdə isə nədir? Mübtəda gəlib. Dördüncü çalışmada isə verilmiş fiilləri biz mənasına görə uyğunlaşdırıb yazmalıydıq. Tətil bazar ertəsi başlayır. Aber wir schon am Freitag cümlə bitir. Amma biz 5-ci gün mitnehmen özü ilə götürmək yox. Abfahren yola düşmək bəli ola bilər. Zurückfahren geri qayıtmaq yox. Abholen qarşılamaq yox. Ankommen gəlib çatmaq yox. Umsteigen minik dəyişdirmək yox. Yəni, əgər tətil birinci gün başlayırsa, biz deməli gəlib çata bilmərik də. Həm də ki, dediyim kimi, əgər burada sizdə çaşqınlıq qalıbsa, biz nə etməliyik? Bu cümləni saxlayıb növbəti cümləyə keçməliyik ki, əgər sonda bir variant qalarsa, onu yazırıq. Artıq bu cümlədə abfahren, yola düşmək fiilini istifadə edirik. Wir birinci şəxsin cəmində olduğuna görə wir fahren schon am Freitag ab. Biz 5-ci gün yola düşürük. In Hannover müssen wir umsteigen. Müssen olduğuna görə biz artıq Hannoverdə nə etməliyik? Nəqliyyat dəyişdirməliyik. 20:18 Uhr werden in St. Peter-Ording. Biz 9-a 18 dəqiqə işlənmiş Sankt Peterburqa nə edirik? Zurückfahren geri qaydırıq, mitnehmen özümüzlə götürürük, abholen qarşılayırıq, qarşılamaq, ankommen çatmaq, gəlib çatmaq. Deməli, saat 9-a 18 dəqiqə işlənmiş, biz çatırıq. Kommen wir an. Daha sonra deyir ki, meine Freundin uns am Bahnhof. Rəfiqəm bizi vağzaldan nədir? Qarşılayır. Ona görə də meine Freundin üçüncü şəxsin təkində olduğuna görə holt ab. Meine Freundin holt uns am Bahnhof ab. Im Norden ist es immer ein bisschen kälter. Also müssen wir warme Kleidung. Cümləmiz bitir. Müsseni gördükcə deməli məsdər formada gəlməlidir. İndi baxaq mənasına. Şimalda həmişə biraz daha soyuq olur. Ona görə də biz isti paltar götürməliyik. Özümüzlə bəli götürməliyik. Ona görə mitnehmen. Və geriyə zurückfahren fiili qaldı. Müssen olduğuna görə elə belə də qalır. Zurückfahren. Nach 2 Wochen müssen wir nach Hause zurückfahren. 2 həftə sonra biz evə qayıtmalıyıq. Şadə, təəssüf. 5-ci çalışma isə Hausarbeit, ev işləri, feilləri tamamlayın. Gördüyünüz kimi 4-cü çalışmadakı kimi xanada verilmiş feilləri şəxslərə görə təsrifləndirib yazmalıyıq. Deməli, səhər yeməyi hazırlayıram, qabları yuyuram və paltarı yuyan maşını işə salıram. Dann muss ich und kochen. Sonra mən muss olduğuna görə einkaufen, bazarlıq etməliyəm. Und kochen və bişirməliyəm. 13 Uhr die Kinder cəmdə olduğuna görə kommen aus der Schule zu. Saat 1-də uşaqlar məktəbdən geri qayıdırlar. Manchmal sie Freunde zum Essen mitbringen. Özü ilə götürmək, özü ilə gətirmək. Bəzən onlar yeməyə dostlarını özləri ilə gətirirlər. Bringen üçüncü şəxsin cəminə görə təsrifləndir. Mit isə keçir cümlənin sonuna. Sie spielen dann und ich die Küche aufräumen. Ya?
Deməli, onlar sonra oyun oynayırlar və mən mətbəxi təmizləyirəm. Auf keçir cümlənin sonuna. Räume birinci şəxsin təkinə görə təsriflənir. Putze təmizləyirəm. Bügle ütülüyürəm. Bügeln feili ütüləmək feilidir. Beim Arzt oder in der Schule anrufen zəng etmək feili. Yəni mən həkimə və yaxud da ki məktəbə zəng edirəm. Später die Kinder Fernsehen. Televizora baxmaq. Daha sonra uşaqlar televizora baxırlar. Ich die Wäsche und aufhängen. Asmaq feilidir. Ich hänge die Wäsche auf. Mən paltarlar asıram. Und die Mülleimer ausleeren. Zibil qutusunu boşaldıram. Aus keçir cümlənin sonra. Leere. Und leere die Mülleimer aus. Mən zibil qablarını boşaldıram. Was ist mein Beruf? Mənim peşəm nədir? Ich bin Hausmann. Mən ev kişisiyəm. Deməli, 6-cı çalışmada qeyd olunmuşdu ki, A2 səviyyəli bir çalışmadır. Çünki orada nebensatz, budaq cümlə istifadə olunub. Əgər bu çalışmada səhvliklər etmişsinizsə, narahat olmayın. Yəni, bilmədiyiniz ola bilsin mövzu olub. Amma qrammatik hissəsində az da olsa izah etmişdim. İndi isə gəlin cümlələrə baxaq. Deməli, 1-nin 3 yazılmışdı. Biz yerdə qalanlara baxırıq. 2-də bir də qeyd etməyi unutmuşdum ki, əgər hansı söz böyük hərflə yazılıbsa, cümlə onunla başlamalıdır. Misal üçün, saat 10 Uhr böyük yazıldığına görə elə bundan başlayırıq ki, 10 Uhr kommt eine Lieferung an. Burada istifadə olunmuşdu ankommen, gəlib çatmaq feili. Deməli, nə deyir? Saat 10-da bir çatdırılma gəlir, gəlib çatır. Ein Lieferung çatdırılma, bağlama belə tərcümə olunur. 4-cü nümunədə ich arbeite schnell, weil, burada weil artıq çünki bağlayıcısı olduğuna görə feilimiz cümlənin sonuna keçir və nə demişdik? Ayrılmır, şəxsə görə təsriflənir. Weil das Meeting 11 Uhr anfängt. Mən tez işləyirəm, çünki iclas saat 11-də başlayır. Nə başlayır iclas? O, 3-cü şəxsin təkində olduğuna görə anfangen feilini anfängt, 3-cü şəxsin təkinə görə təsrifləndirildi. 5-ci nümunədə können modal feil istifadə olunduğuna görə feilimiz məstər formada cümlənin sonunda gəldi. Nach dem Meeting können wir mit der Pause anfangen. İclasdan sonra fasiləyə başlaya bilərik. 6-cıda pünktlich 13 Uhr müsbət modal feil olduğuna görə muss ich aus der Pause zurückkommen. Saat 13-də fasilədən qayıtmalıyam. 7-ci cümləmizdə 17 Uhr schalte ich den Computer. Ausu yazmamışım. Burada Entschuldigung, Ausu unutmuşam. 17 Uhr schalte ich den Computer aus und räume den Schreibtisch auf. Saat 5-də kompüteri söndürürəm. Ausschalten artıq söndürmək kimi tərcümə olunur və yazı masasını yığışdırıram. Aufräumen, yığışdırmaq, səliqəyə salmaq. Hər ikisi də cümlədə nə etdi? Ayrıldı və birinci şəxsin təkinə görə təsrifləndi. Und və bağlayıcısıdır. Buna görə görürsünüz, bura qədər bir cümlədir. Yəni feil ikinci yerdə gəlir, şəxsə görə təsriflənib. Ayrılan öşəkici isə unddan əvvəldir. Unddan sonra isə xəbər gəlir və yenə olduğu kimi ayrılan öşəkici gedir cümlənin sonuna. 8-ci cümlədə ich gehe schnell nach Hause. Mən evə tez gedirəm. Weil ich heute ausgehen möchte. Çünki mən bugün çölə çıxmaq, şəhərə getmək, yəni gəzinti etmək istəyirəm. Weil
söz sırasına təsir edən bağlayıcı olduğuna görə və cümlədə əsas şəxsə görə təsriflənməli olan feil möhd olduğuna görə cümlənin sonunda gəlib birinci şəxsin təkinə görə təsrifləndi və ausgehen isə məsdər formada gördüyünüz kimi möhdəndən əvvəl gəldi. 9-cu isə sual sözsüz sual cümləsi idi. Gehe ich alleine ins Kino oder kommen Sie mit? Mən kinoya tək gedim, yoxsa siz də gəlirsiniz? Gehen, getmək feili birinci şəxsin təkinə görə təsrifləndi. Birinci yerdə gəldi. Mitkommen feili isə gördüyünüz kimi nə etdi? Ayrılaraq nəzakət formasında şəxsə görə təsrifləndi. Hər hansısa bir çətinlik olarsa, şərh bölməsində qeyd edə bilərsiniz. Əlimdən gəldiyi qədər sizə köməklik etməyə çalışaram. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.